Dedilər başım gedib, mənə atdıqlar reabilitasiyaya. Yəni, bilə-bilə mənə orada zülüm verirlər. Orada da tank deyirlər, pres verirlər adama ki, sümüklər vururlar bir-birinə, belə vururlar, elə bir trellə deşirlər. Allah-u Ekber deyib dayanmış olur. Başı var, 4 mərtəbə villadır, bir dənə şeydən istifadə edəmirsən, hər gün zülüm, rejim. Bu nədir düşmüşəm? Yəni, şahidin təşallahdır, bunların hamısı oyun qurublar, bir ələ qurublar, elə qədəm olsun. Bu, indi bu şeydə də atam geyib onu mənim üstümə çalır. Mən deyim, əhliyə çıxmam, başa düşdüyüm necə, nə bilim, sən xuliqansan, narkotik edirsən, nə bilim. Mən də deyirəm, belə eləyirəm, eləmişəm də, yəni burada nə var? Amma sənin oğlunu gətirir. Mən də deyirəm, yer get də, yəni oğluna da demişəm. Oğluna dedim ki, atom mənimlə belə danışır, söyüş, tanıram mən laboratuvarı. Cəmaat içində normal programa da bilirəm, danışığımı da bilirəm. Bir çəkildir qalaq, bıçağı qolundan çıxartmamışam, bıçaq mənim buramda olur. Bıçaq niyə sən oranda? Həmişə olub bıçaq üstündə. Niyə? Yəni, uşaqlıqdan, zatdan belə gizli. Demək ki, sən də çox sakit adam dövürsən də. Yəni, çünki biri var ki, vurursan vurmağa da, yəni sıx şeylə. Bir də var, atırsan da, yəni belə ki, bəlkə batsın, ona qatsın da. Yerə döküləndə mənim qanım olub, heç ondan qan çıxmayıb orada. Bıçağı mənə çoxdan məndir. Çoxdan sizlədir, hardan əldə edirsiniz? Dostum Cabir rəhmətli, romancısı. Ondan da. Mütəmadi üstünüzdə olur bıçaq. Bıçaq rastında olur. Üstünüzdə gəzdirməkdə məqsədiniz nədir? Ümumiyyətcə də elə belə. Bıçaqla xəsarət yetirməyinizin məqsədi, səbəbi nə idi? Nəyə görə məhz bıçaqla xəsarət? Özümü müdafiə eləmişəm əlbəttə.